أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد المصطفى صلى الله عليه وعلى آله الطيبين الطاهرين المعصومين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. أعوذ بالله من الشيطان الرجيم ألا لله الدين الخالص والذين اتخذوا من دونه أولياء ما نعبدهم إلا ليقربونا إلى الله زلفى إن الله يحكم بينهم فيما هم فيه يختلفون إن الله لا يهدي من هو كاذب كفار Sadaqallahul aliyyul azim. Peyğəmbər ali Peyğəmbərə salavat zikr eləyək. Bəli, bugün mübarək cümə günüdür və istədik bugün ixlas, İslam dininin ixlasa verdiyi dəyər barəsində danışaq. İxlas nədir ümumiyyətlə? İxlas təmizləmək, pak etmək mənasını ifadə edir, təmizləmək anlamını daşıyır. İxlas bizim ibadətlərin, itaətlərin ruhudur. İxlas olmasa heç bir ibadət qəbul olunmaz. Heç bir əməl ixlassız düzgün sayılmır. Allah təbarək və Teala oxuduğumuz ayədə buyurur: Əla lillahi dinul xalis. Bilin ki, xalis din, təmiz din Allaha məxsusdur. Deməli, Allaha məxsus olan təmiz dində Allah bəndələrin təmiz görmək istəyir. Bu ən önəmlidir, ən əhəmiyyətli məsələdir. Deməli, insan nə vaxt paklana bilir, nə vaxt təmizlənə bilir, nə vaxt ucala bilir, başqa sözlə desək. O zaman insan ucala bilir ki, o ibadət və itaətində diqqətli ola. Allah Teala buyurur Quran-ı Kərimdə: "Və ma xalaqtul cinnə vəl insə illə liya'budun." Biz cinləri və insanları ancaq və ancaq mən cinləri və insanları ancaq mənə ibadət eləsin deyə yaratdım. Allah Teala belə buyurur. Həmin o ibadətin özəyi, ruhu isə dediyimiz ixlasdır. İxlas olmasa ibadət olacaq heç nə. Boş, elə hava. İnsan namazını qılacaq, ixlas yoxdursa gedəcək. İxlas yəni Allahdan başqa heç kimi o əməldə, niyyətdə şərik etməmək. Termin olaraq dində ixlasın mənası budur. Xalis niyyət, riya və şirkdən uzaq olmaq. Hətta riyanın özün belə kiçik şirk hesab eləyirlər. Yəni Allahdan başqası üçün bir iş görən insan əslində kiçik şirk eləyib. Yəni Allaha şərik qoşmağın kiçik versiyasıdır o. Bir nəfər gecə girir məscidə, gecə namazı qılır. İbadət eləyir. Onda görür ki, məscidin qapısı açıldı. Qapıda arxa tərəfdədir, görə bilmir. Məscidin qapısı açıldı və bu gördü ki, hə, məni gecə namazında gördülər. Gecə namazında hər adam qıla bilmir axı. Fikirləşir ki, gəldilər məscidə, məni gördülər gecə namazında, səsin biraz da qaldırır. Bu, içərdən bir qürur gəlir buna. Riya gəlir buna, başlayır səsin biraz da ucaltmağa. Görür, məscidin qapısı açılır, bağlanır, açılır, bağlanır. Namazın qılıb, arxaya çevrilib baxanda görür, bir dənə pişikdir, dayanıb qapının yanında. Quyruğun vurur qapıya, gah açılır, gah bağlanır, gah açılır. Görürsən, o boyda ibadət, o niyyətlə, o xalisliklə gəlmişdi, bir dənə pişiyə getdi. Əslində, insanın ibadətinin içərisində riyakarlıq olanda həmin ibadət bu şəkildə gedir. Bəzən pişik vasitəsi ilə gedir, bəzən kimlərinsə vasitəsi ilə gedir. Amma Allah Teala buyurur ki, mən hətta nəinki müsəlmanlar, qeyri-müsəlman olan kitab əhlinə də biz ancaq belə buyurmuşuq onlara. Ancaq və ancaq xalis olsunlar dinlərində. Dinlərində xalis olsunlar. Dinlərində qatqı olmasın. Heç nə qatmasınlar dinlərinə.
Mübarək Bəyyinə surəsində oxuyuruq, Allah Taala buyurur: "Və ma umiru illa liya'budullaha muxlisin lehu'd-din hunafa." Buyurur, biz kitab əhlinə demişdik ki, onlara biz bu hökmü vermişdik. Ancaq Allaha xalis şəkildə ibadət eləsinlər, müxlis olsunlar. Niyyətləri pak olsun. Pak niyyətlə Allahın qapısını açsınlar. Allaha ibadət və bəndəçiliyi pak eləsinlər. İnna ənzəlna iləykəl kitabə bil haqqi fa'budillaha muxlisan lehu'd-din. Elə oxuduğumuz Zümər surəsinin 2-ci ayəsində buyurur ki, Allah Taala biz həqiqətən də ey peyğəmbər bu Qur'anı, bu kitabı sənə bir haqq olaraq, həqiqət olaraq nazil elədik, göndərdik və mənə ixlaslı şəkildə, dində xalis şəkildə mənə ibadət elə. Mənə bəndəçiliyi xalis elə. Fa'budillah muxlisan lehu'd-din. Mənə ibadətivi xalis şəkildə icra elə. Təmiz şəkildə. Bu dinin ixlasa verdiyi əhəmiyyətdir. Deməli, hər bir ibadətin, istər zəkat olsun, istər həcc olsun, istər namaz olsun, istər oruc olsun, istər və s. və ilaxır. Hətta fitrə zəkatı belə. İxlasla, düzgün niyyətlə ayrılmayanda, təyin olunmayanda, ibadətləri o şəkildə icra eləməyəndə həmin əməl batildir. O əməli yenidən icra eləməlisən. İnsan zəkat ayırır, zəkatın özü də niyyət lazımdır, zəkatın özündə. Məsələn, fitrə zəkatın, indi hər il Ramazan ayından sonra fitir bayramı, axşamı ayrılır da fitrə zəkatı. Orada da qurbətən ilallah önəmlidir. Bəlkə də bəziləri eşitməmişdi bunu. Amma orada da qurbətən ilallah, necə ki namazda qurbətən ilallah önəmlidir, fitrə zəkatın ayranda da, digər zəkatı ayranda da qurbətən ilallah, həmin o ixlas orada da, niyyət və ixlas önəmlidir. Buyurur həmin oxuduğumuz ayədə: "Əla lillahi dinul xalis." Bilin ki, xalis din Allaha məxsusdur. Bu xalis, pak olan dini Allah təyin edib insanlara. "Vəllezîne ittexəzu min dunihi əvliya ma na'budhum illa liyuqarribuna ilallahi zulfa." Buyurur, o insanlar ki, Allahdan başqasını özlərinə dost seçirlər, Allahdan qeyrisini özlərinə dost seçiblər, onlar belə deyirlər ki, biz bu bütlərə ancaq Allaha bizi yaxınlaşdırsın deyə ibadət edirik. Çox önəmli ayələrdəndir. Hətta bəzən şirk ağızlarından, dillərindən düşməyən insanlar bizim vəsilə, vasitəçilik və şəfaət məsələlərinə toxunaraq, işarə eləyərək bu ayəni dəlil gətirirlər. Deyirlər ki, əslində vasitəçilik şirkdir. Allahdan başqasının vasitəçi tutmaq Allaha şərik qoşmaqdır. Və zahirdən də, kənardan da elə görsənir. Mən elə onu da istəyirəm, qısa da olsa o məsələyə də aydınlıq gətirəm. Çünki bu ayə daha çox istifadə olunur. Daha çox bu ayədən istifadə eləyib bizim əleyhimizə sübut gətirirlər güya. Deyirlər ki, bütpərəstlər Allahın bütü demirdilər ki, Allahdır. Bütpərəstlərə deyəndə Peyğəmbər salavatullah Allah yeganədir, onlar deyərdilər ki, biz bu bütləri biz şəfaətçi gətirmişik özümüzə, götürmüşük. Və eyni zamanda biz bu bütləri gözümüzün qarşısında olsun, Rəbbimizi görmək üçün bir vasitə hesab edirik. Allahı xatırlamaq üçün gözümüzün qarşısında bir bütdür. Dayanıb, biz onları görməklə Allahımız yadımıza düşür və günahdan çəkinirik. Haramdan uzaqlaşırıq. Və Allah Taala buyurur ki, onlar belə deyərdilər: biz bu bütləri ancaq Allaha bizi yaxınlaşdırsın deyə bunlara ibadət edirik. Bizə onu deyirlər. Amma bir məsələni diqqətinizə çatdırım, bu ayəni sübut kimi əleyhimizə gətirməyin yerindən batildir, kökündən batildir. Niyə?
Ona görə ki, burada deyir ki, Allahdan başqasını onlar özlərinə dost tutublar. Onlar deyirlər ki, biz bu bütləri Allaha yaxınlaşdırsın bizi deyə ibadət edirik. İbadət edirik, diqqət edin. Orada ibadət kəlməsi var. Biz heç bir bütə ibadət eləmirik. Biz heç bir qəbrə ibadət eləmirik. Biz heç bir peyğəmbərə ibadət eləmirik. Biz heç bir məsuma ibadət eləmirik. Vəsilə vəbtəğu ileyhil vəsilə ayəsi və digər bunun kimi ayə və hədislərə əsasən biz o müqəddəsləri Allahın qapısına bir vasitəsi kimi aparırıq. Buna deyərlər vəsilə, buna deyərlər şəfaət. Ki, qiyamət günü şəfaət eləmək haqqı məsumlarda olacaq və bizlərə də şəfaət eləmə hüquqları olacaq. Allah Quran-ı Kərimdə onlarla belə ayələrdə şəfaət barəsində bəhs açıb. Geniş şəkildə danışır. Mən istəmirəm şəfaət bölməsindən danışaq. Amma bu ayədə isə Allah Teala buyurur, bütpərəstlər deyirlər, biz bu bütlərə ibadət eləyirik ki, bizi Allaha yaxınlaşdırsın. Deyirlər, siz də qəbirləri ziyarət eləyirsiniz, onları Allahın qapısına vəsilə aparırsınız və siz də Allaha şirk eləyirsiniz, şərik qoşursunuz. Biz də deyirik, cavab olaraq bu ayədə bütpərəstlərə deyir ki, onlar ibadət eləyirdilər bütə. Biz bunu qəbul eləyirik və dərk eləyirik ki, Allahdan başqa heç bir məbud yoxdur. İbadətə layiq heç bir məbud yoxdur Allahdan başqa. Bunu biz hər gün namazlarımızda, ibadətlərimizdə, dilimizdə, ruhumuzda deyirik, dərk eləyirik və insanlara çatdırmağa çalışırıq və çatdırırıq. La ilahə illallah, yəni Allahdan başqa heç bir ibadət olunacaq, məbud, varlıq yoxdur. Mənası da budur. Yəni bu ayəni sübut kimi şəfaəti, vəsiləni, vasitəçiliyi batil eləmək üçün gətirənlər əslində böyük bir yanlışlığa əl atırlar və yanlışlıqdan istifadə eləyirlər. Buyurur Allah Teala, Allahdan başqa özlərinə dost tutanlar deyirlər ki, bunları biz özümüzə ancaq Allaha bizi yaxınlaşdırsın deyə götürmüşük, seçirik. İbadət eləyirik. İnnallaha yahkumu beynəhum fīmā hum fīhi yaxtelifun. Allah onların ixtilaf elədikləri məsələ barəsində onlar arasında hökm eləyəcək. Eləyir. İnnallaha la yahdi men huve kazibun kəffar. Və Allah təbarək və Teala heç bir yalan danışan və Allaha küfr eləyən şəxsləri düzgün yola yönəltməz. Bu Zümər surəsinin 3-cü ayəsi idi ki, bir nəfər gəlir Həzrəti Peyğəmbər sallavatullahın yanına, deyir, ey Allahın Peyğəmbəri, mən öz malımı bəxş eləyirəm insanlara, ehsan verirəm, yaxşı işlərə sərf eləyirəm, adım dillərə düşsün. Hamı məni var da belə insanlar, görürsən, Allah yolunda xidmət eləməkdənsə, adım dillər əzbərinə çevrilsin. Adımı insanlar desin ki, filan kəs yaxşı ehsan eləyəndir, filan kəs yaxşı səxavətli insandır, filan kəs xeyirxah insandır. Mənim bu elədiyimin müqabilində mənə bir əcr, mükafat veriləcək ya verilməyəcək? Həzrəti Peyğəmbər sallallahu buyurur, la, xeyr, verilməyəcək. Niyə? Çünki sənin məqsədin, məramın həmin o adının dillərə düşməsi idi və onu da əldə eləmsən. Və ardıca həmin insan deyir ki, İnna nu'ti iltimasəl əcr və zikr fəhəllənə əcr. Ey Allahın Peyğəmbəri, mən yenə də öz malımı Allah yolunda verirəm, bəxş eləyirəm və niyyətim də budur. Həm Allah mənə əcr, mükafat versin, bunun qarşılığında savab versin və eyni zamanda bununla bərabər mənim adım yenə də dillərə düşsün. Bunun nəyi pisdir ki, mən istəyirəm həm adım yaşasın, həm də savab iş görürəm, Allah savab versin. Həzrəti Peyğəmbər salavatullah buyurdu, İnnallahə Teala la yəqbəlu illa mən əxləsələh. Allah ancaq ixlasla iş görənlərdən qəbul eləyər. Yəni təmiz, Allahdan başqasını ora qatmayanlardan. Allahın adından ki, Allahdan başqa bir
şəxsi ora qatdın, əlavə elədin, buyurur Allah onu qəbul eləməz, savab yazmaz ona. Thumma tala Rasulullah sallallahu aleyhi və alihi və səlləm hazihil ayə. Sonra Allahın Peyğəmbəri, Həzrəti Peyğəmbər salavatullah bu yuxarıda oxuduğumuz ayəni tilavət elədi və oxudu. Dedi, Əla lillahi dinul xalis, Allah yolunda Allahın dini ən xalis dindir və Allahdan başqa və ayənin sonuna qədər oxudu və həmən şəxsə çatdırdı. Deməli, ibadət və itaətdə riyakarlıq, ixlasdan kənar olmaq ən böyük qüsur və nöqsandır. Heç bir zaman insan bu ibadətlə heç bir mərhəliyə və məqama yetişə bilməz. Allah öz dinin xalis şəkildə göndərdiyi kimi, dində də insanın xalis olmağını istəyir. Gözləntisi budur. Necə Allah deyir, mən paç bir din göndərmişəm, təmiz bir din göndərmişəm, qüsursuz bir din göndərmişəm, tamam və kamil bir din göndərmişəm, sən də mənim göndərdiyim qüsursuz dində qüsursuz ol, xalis ol. Bu zaman o din səni uzaldacaq, o din səni zirvələrə yüksəldəcək. İxlas elə bir xüsusiyyətdir ki, insanda ən böyük insanın, mən deyərdim, silahıdır. Elə bir silahdır ki, hətta iblis iblisliyi ilə həmin insana cürət eləyə bilmir. İxlaslı bəndələrə cürət eləyə bilmir. Elə ki, iblislə Allahın danışığı var da, Quran-ı Kərimdə bizə nəql eləyir. Allah Teala buyurur, iblisi qovdum mən öz dərgahımdan. Dedim, fəinnəkə rəcim, sən qovulmuşsan mərhəmətimdən, rəhmətimdən, sən artıq qovulmuş, uzaqlaşdırılmış varlıqsan. Deyir, iblis bir söz dedi, bir neçə cümlə dedi. 2 dənə surədə Allah Teala bu əhvalatı nəql eləyir, bizlərə çatdırır. Buyurur ki, لَأُغْبِيَنَّهُمْ أَجْمَعِينَ İlahi, mən sənin bəndələrin yolunda əyləşəcəm. Onların sənə tərəf gələn yolunda əyləşəcəm, oturacam. Və onları azdıracam o yoldan. Hicr surəsində buyurur və Sad surəsində də bu ayənin məzmunu qeyd olunur. Buyurur ki, mən onların yollarında əyləşib, haqdan onları uzaqlaşdıracam, kənarlaşdıracam. İlla ibadəkə minhumul muxləsin. Və orada buyurur, deyir Allah Teala, deyir, iblis belə dedi, sənin muxləs və ixlaslı bəndələrindən başqa. Onları yoldan çıxartmayacam. Niyə çıxartmayacaq? Çünki onlardan iblis çəkinir. İnsanda ki, ixlas var, xalis və ona görə deyirəm, İslam dinində ən əhəmiyyətli, bütün ibadətlərin açarı ixlasla gizlənir. İxlas yerində olsa, xalis niyyətlə sən eləsin, hər bir halda 100% bil ki, ibadətin məqbuldur, qəbul olunub. Çünki sən sırf Allaha xatirləmişsən bunu. Bunun içərisində heç bir riya yoxdur. Bunun içərisində heç kimsən şərik qoşmamısan. Elə bir təhlükəli düşmən üçün təhlükəli silahdır ki, bu ixlas, hətta iblis, şeytan belə məyus olur insandan ki, mən bunu heç vaxt yoldan çıxarda bilməyəcəm. Amma bunun da mərtəbələri var. İxlasın da mərtəbələri var, məqamları var. İnsan ixlaslı olanda, təmiz niyyətlə iş görəndə gəlir elə bir məqama çatır ki, onu Allah özü təmizləyir. Bir insan nəfsin paşlamağa çalışar, gücü çatmaz. O insanın, görürsən də evdə bir uşaq, övladın dərs oxuyanda, ya nəsə bir iş görəndə, baxırsan kənardan görürsən, bir iş görmək istəyir, sənə də xoş gəlir, gəlirsən, sən də kömək edirsən. Sən də kömək edirsən, qoy tez qutarsın, tez başa gəlsin, müvəffəq olsun, nailiyyət, uğur əldə eləsin. Çünki onun uğuru sənin uğurundur. Sən istəyirsən ki, o ucalsın, sənin övladındır, əzizindir. İnsan da Allahın şah əsəridir. Allah insanı yaratmaya da bilərdi. Amma Allahın, belə deyək, məqamı və Allahlığı, səxavətliliyi, Allahın ucalığı, Allahı bir növ o işi görməyə təhrik eləyib. Səxavətli insan nə etməlidir? Səxavətli olmalıdır da, ehsan eləməlidir.
Şücaətli necə olmalıdır, nə eləməlidir? Öz şücaətini göstərməlidir. Qorxaq insan nə etməlidir? Öz qorxaqlığını göstərməlidir. Hər adla və xüsusiyyətlə tanınan şəxs öz xüsusiyyətini izhar eləməlidir. Allah da öz gözəl xüsusiyyətlərini izhar edib. Bunun nəyi pisdir? Allah öz bəndələrin, insanları, varlıq aləmin, gözəllikləri yaratdı. Öz gözəl o sifətlərin, feillərin gerçəkləşdirdi. Feili sifətlərin gerçəkləşdirdi. Və bəşəriyyətə bu gözəlliyi bəxş elədi. Və insandan da gözləntisi budur ki, insan ona ixlaslı şəkildə ibadət eləsə, insanın məqamı yüksələcək. Elə bir yüksək məqama gələcək ki, insan ilahi bir varlığa çevriləcək. O insan görəcək, amma Allahın gözü ilə görəcək, Allahın gözü ilə baxacaq. O insan danışanda ilahi dillə danışacaq. O insan bəşəriyyətin içərisində Rəbbin təmsil edəcək. O insanın məqamı budur. İnsanı Allah belə görmək istəyir. Bəşəriyyətin içərisində ariflər deyir, insan gedir, ilahi məqama hicrət eləyir, qayıdır ki, o irfanda məqamlardır, mərtəbələrdir. Onun barəsində danışmaq istəmirəm. Qayıdır bəşəriyyətin arasına, insanlığa ilahi sifətlərlə, ilahi simaları təmsil eləyir. Buna deyirlər insanın həqiqi kimliyi, insanın mahiyyəti. İnsan ixlaslı olmalıdır ona görə ki, o gələcək, ixlaslı olacaq, elədiyi hər bir kiçik işləri, çünki böyük işləri Allah istəmir ondan. İnsan kiçik işlərlə böyüyür. Alverində, ustalığında, fəhləliyində, həkimliyində, müəllimliyində, mühəndisliyində, nə olur olsun, kim olur olsun, hər bir işində ixlaslı olacaqsa, təmiz olacaqsa, dürüst olacaqsa, Allah onu o uşağa valideyn kömək elədiyindən də artıq Allah onu təmizləyəcək. Day insan gəlib o məqama çatanda ona muxlis deməyəcəklər. Yəni ixlaslı deməyəcəklər, muxləs deyəcəklər. Muxlislə muxləsin fərqi budur. Muxlis sən özün təmizsən. Sən özün bacardığın dürüstlüyü eləyirsən. Bu dürüstlüyü elədiyinə görə, bu düzgünlüyü icra elədiyinə görə gəlib elə bir zirvəyə yüksəlirsən ki, Allah səni paklayır. Allah sənə ixlas xüsusiyyətini bəxş edir. Allah sənin əlindən tutur. Bu ikinciyə isə deyərlər muxləs. Quran iki ifadə işlədir, muxlis və muxləs. Muxləs yəni sən özün çalışırsan. Fəttəqullahə məstəta'tum. Bacardığın qədər təqvalı olursan. Bacardığın qədər dürüst olursan. Buna deyərlər muxlis. Amma Allah bacarmadığın o işləri, bacarmadığın işləri sənə kömək eləyir, sən bacarırsan. Səni elə bir şəkildə, ixlaslı şəkildə təlim, tərbiyə eləyir ki, artıq iblis bu muxləsli şəxslərdən məyus olduğun Quran-ı Kərimdə də Allah bizə çatdırıb ki, Allaha etiraf eləyir. Buyurur, İlla ibadəkə minhumul muxləsin. İlahi, sənin muxləs bəndələrindən başqa hamısını yoldan çıxardacam, hamısını azdıracam. Muxləs kimlər idi? Peyğəmbər, ali Peyğəmbər. Onlar o ixlasları ilə, onlar dürüstlükləri ilə, onlar saf və pak elədikləri əməllə o məqamları fəth elədilər. O məqam havaydan boş yerə verilmir insana. O məqam zəhmətlə əldə olunur. İxlasın ən yüksək həddin Mövla Əli ibn Əbi Talib əleyhissalamın dili ilə desi bir hədisdə qeyd olunur. Eşitmişsiniz bu hədisi? Məşhur hədisdir. Həzrət Əli əleyhissalam Allaha münacatında deyir, ilahi, mən sənin behiştivə görə səni ibadət eləmirəm. Nə də sənin cəhənnəmindən qorxub sənə ibadət eləmirəm. Çünki qorxaqların ibadətinə bənzəyər o. Qulların ibadətinə bənzəyər. Behiştivə görə ibadət eləsəm, bu tacirlərin ibadətinə bənzəyər. Ki, elə bil alver eləm, sənə ibadət eləm ki, behişti əldə eləyəm. Bu alverçilərin ibadətidir.
Mən səni ibadətə layiq bilirəm, səni sevirəm, sənə şükür eləmək üçün ibadət eləyirəm. Səni ibadətə layiq bilirəm, ibadət eləyirəm. İxlasın ən yüksək həddi budur. İxlasın ən yüksək həddi. Cəhənnəmdən qorxduğuma yox. Həzrət buyurur, İnnə qavmən abədullah rəğbətən fətilkə ibadətü tüccar. Bir qrup insan Allaha ibadət eləyir, ona görə ki, cənnəti istəyir əldə eləsin. Bu tacirlərin ibadətidir. Və innə qavmən abədullah rəhbətən fətilkə ibadətul əbid. Bir qrup insan Allahın cəhənnəmindən qorxur deyə ibadət eləyir. Həzrət buyurur, bu qulların ibadətləridir, nökərlərin ibadətləridir. Və innə qavmən abədullahə şükrən fətilkə ibadətul əhrar. Buyurur, bir qrup insan da Allaha şükür eləmək üçün ibadət eləyir. Allahı şükür eləməyə layiq bilir. Eşqi var, məhəbbəti var, başqa ayədə buyurur. Buyurur, ilahi, mən sənə aşiqəm deyə ibadət eləyirəm. Buyurur, fətilkə ibadətul əhrar. Bu, azad insanların ibadətidir. Bu, nə nökərlərin ibadəti deyil. Bu, nə ticarət əhlinin, tacirlərin ibadəti deyil, alverçilərin ibadəti deyil. Bu, azad, düşüncəli insanların ibadətidir. Bu, insanlar bu ibadətlə yüksələcəklər. Ona görə deyirlər ki, məsum imamlar ixlasın ən yüksək həddin yaşadılar. Ən yüksək həddin yaşadılar. Kanu qalilən minəl-leyli ma yəhcəun və bil-əsharihum yəstəğfirun. Quran-ı Kərimdə 2 ayədə buyurur. Zariyat surəsinin 17-18-ci ayəsində Əhl-i Beytin ibadətinə işarə edir Allah Teala. İbn Abbas Həzrəti Peyğəmbərin səhabəsi idi. Həzrəti Əli əleyhissalamın səhabəsi idi. Yəni onların dönəmində yaşamışdı. Və Həzrəti Peyğəmbərdən də dərs almışdı, Həzrəti Əli ibn Əbi Talib əleyhissalamdan da dərs almışdı. Elmi çox idi, ali idi, rəvayət, hədis də nəql eləyib. Günlərin bir günü bir nəfər deyir İbn Abbasdan bu ayə barəsində soruşduq ki, bu ayədən məqsəd nədir? Onlar gecə yatarlar, gecənin az bir qismi yatarlar, səhərlər də, gündüzlər də ibadət və istiğfarla vaxtlarını keçirdərlər. İbadət eləyərlər, istiğfar eləyərlər, Allahdan bağışlanmaq istəyərlər. Bu ayə kimin barəsində nazil oldu? İbn Abbas deyir ki, bu ayə Əlinin, Fatimənin, Həsən və Hüseynin barəsində nazil oldu. Niyə Allah onların elədikləri hər bir əməli Quranda bizə nəql edir? Çünki onların ixlasları tam idi. Xalis niyyətlə eləyirdilər. Onlar nə eləyirdilər? Təmiz eləyirdilər. Bir nəfər gedir gəmi ilə süd satır. Başqa bir yerdə gedir nəqliyyat vasitəsi kimi bir gəmidən istifadə edir. Bir günlərin bir günü bu gedir yenə südü satıb qaydanda gəmidə çəkilir bir tərəfə, başlayır pulların saymağa. Şimdi qazancın sayırdı, indi xəlvət yeri orada tapır, başlayır saymağa. Sayır deyir, gəmidə də bir meymun var idi, göyərtədə, qaçırdı o yana bu yana. Gəlir, bunun əlindən pullarını alır, çıxır yuxarı, qalxır göyərtiyə. İndi bu da əlləşir, vuruşur, indi süd aparıb, satıb, zəhmətlə, əziyyətlə qayıdır. Gəminin kapitanını çağırır ki, gəl bu meymuna, sənin dilini başa düşərdə herhalde. Çağırır meymunun dilini bilən gəminin kapitanı. Gəlirlər, yalvar, yaxar, meymun vermir pulları. Nə vaxta meymun başlayır, pulu birin buna verir, gəminin içine atır, birini atır suya. Birini atır gəmiyə, birini suya. Kapitan qəzəblənir, əsəbləşir ki, bu da sərnişindir də bunun pulun. Sərnişin deyir, qəzəblənmə, sən əsəbləşmə, narahat olma, o düz eləyir, o bilir neyinir. O pulun yarısı mənim idi, yarısı suyun idi. Ona görə atır suya. O suya aid olanların südün yarısı suymuş da, yəqin onu deyir. Onun yarısı mənim idi, yarısı. Biz çox zaman o çıxacaqlar olur. İnsandan görürsən ki, birdən-birə çıxdı. Bəzən biz onun fərqində olmuruq. Bəzən o ixlasımızda olan o xələllərdir, problemlərdir ki, bir zərbə kimi bizə dəyir.
Və biz çox zaman onu başa düşmürük. Allah istəyir biz onu başa düşək. Məsumların həyatına baxanda görürsən, onlarda o boşluqlar yox idi. Onlar kamil idilər. Çünki onlar dinlərində ixlaslı idilər. Həyatlarında, yaşam tərzində təmiz yaşayırdılar, ixlaslı. Ona görə Allah onların nə söz deyirlər, nə əməl eləyirlər, Allah Quran-ı Kərimdə bir ayə kimi bizə gəlib çatdırır. Buyurur, 3 gün yetimə, əsrə, miskinə kömək elədi onlar. Oruc ola öz iftarlarını verdilər Allah yolunda. Quran-ı Kərimdə bir ayə nazil oldu. Bunların öz dilindən buyurur, İnnəmā nut'imukum livəcihillah, la nuridu minkum cəzaən və la şükura. İnsan surəsində buyurur. Buyurur ki, bizim sizə verdiyimiz bu yemək ancaq Allahın razılığını əldə eləmək üçündür. Başqa heç bir istəyimiz yoxdur. La nuridu minhum cəzaən və la şükura. Nə sizdən bunun əvəzini istəmirik, nə də təşəkkür eləməyi istəmirik. Çıxın gedin, verdik, yeyin, ehsandır, Allah yolunda vermişik. Bizə Rəbbimiz özü təşəkkürünü də bildirəcək, öz məqamını da bildirəcək, öz verəcəyi mükafatı da özü verəcək. Nə miqdar versə, o miqdar bizim bəsimizdir. Əhl-i Beytin içərisində bir nəfər var idi. Ən ali məqamda yüksəkdə dayanırdı. Peyğəmbərin əzizi idi. Xüsusən bu günlər, Əyyam-ı Fatimiyyə günləridir, onun günləridir. Kimin nə arzusu var Allahdan istəsin, bu günlərin ehtiramına, xanım Zəhra ehtiramına Allah onun mükafatını verər, duaların qəbul eləyər. Xanım Zəhranın elə bir məqamı var idi ki, istər ibadət olsun, istər elm olsun, istər hikmət olsun, İstər itaətdə olsun, misli yox idi. Müqayisə olunacaq bir şəxs yox idi ki, xanım Zəhra ilə eyni məqamda olsun. Peyğəmbər özünə nisbət verir bir şəxsi. Bir şəxsi ki, Peyğəmbər özünün bir hissəsi adlandırar ki, mənim canımdır, bir parçamdır. Bir şəxsi ki, Allahın Peyğəmbəri buyura ki, Fatimənin razılığı ilə Allahın razılığı əldə olunar. İlahi, bu nə məqamdır? Fatimənin qəzəbi ilə Allah qəzəblənər. Bu cür xalis əməl eləyənlərə Allah ona görə bu məqamı verir. Yaraşır onlara bu məqam. Həsən Bəsri deyir, Ma kana fid dünya əbəd min Fatimə. Dünyada Fatimədən daha çox ibadət eləyən şəxs yox idi. Ondan daha çox ibadət eləyən şəxs yox idi. İbadətində də birinci idi. Kanət təqum hətta tətəvərrəmə qədəmaha. Buyurur, o ibadətdə o qədər dayanardı. Namazda o qədər ibadət eləyərdi, dayanardı. Hətta ayaqlarında yara əmələ gələrdi. O qədər çox ibadətlə məşğul olardı. Deyirlər ki, hədislərdə buyurulur, xanım Zəhra o qədər ibadət eləyərdi və namazda, ibadətdə o qədər ağlayardı ki, hətta övladları yadından çıxardı. Ki, bu Allaha nə qədər bağlı olduğunun göstəricisidir. Xanım Zəhranın ibadət və itaəti, məqamı hər bir şəxsə bəllidir. Bizdən də çox o dönəmdə yaşayanlara bəlli olur. Amma xanımın ən ağırlı, ən acılı vaxtı bilirsiniz, hansı vaxtı idi? Xanımı qəbrə gecə ikən qoydular. Dəfnin gecə elədilər. Quslu gecə verildi. Bir Həzrəti Əli əleyhissalam xanımı gecə ikən aparır dəfn eləməyə, quslu verəndən sonra. Xanım Zeynəb salamun əleyha çıxdı cənazənin qarşısına. Uşaqdır, bir neçə yaşı var. Çıxdı cənazənin qarşısına. Həzrət Əli əleyhissalam xanım Zeynəbi qucaqladı, nazladı, nazın çəkdi. Dedi, qızım Zeynəb, anın vəsiyyət elədi ki, qardaşları var. Düzdür, kiçik idi xanım Zeynəb. Amma ummul məsaibdir, müsibətlər anasıdır. Xanım elə uşaqlıqdan
xanım Zeynəb salamullah əleyha uşaqlıqdan anasını itirdi, xanım Zəhranı itirdi, qardaşlarının xidmətində dayandı, atasının xidmətində dayandı. Elə az yaşlı olan zaman. Elə itirə-itirə gəldi. Sonda da Kərbəla faciəsi baş verdi. Orada da xanım Zeynəb salamullah əleyha çıxış elədi. Orada xanım təbliğ elədi. Bütün dünyaya Kərbəlanı yaşatdı, tanıtdırdı. İstər Kufə məscidində, istər Şamda, Yezdin sarayında. Xanım elə əvvəldən müsibətlər içərisində olub. Ona görə onun adını belə adlandırırlar, ləqəblərin. Deyirlər, Ümmül Məsaib idi, müsibətlər anası idi. Həzrət Əli əleyhissalam xanım Zeynəbin nazın çəkdi, başını tumarladı, dedi, qızım, anın Zəhra sənə tapşırıb, vəsiyyət edib ki, qardaşları var, sən xidmət eləyəcəksən. Amma sən belə səbirsizlik, dözümsüzlük göstərsin, onlar nə eləyər? Onlar nə eləyər? Həzrət Əli əleyhissalamın xanımı qəbrə qoyma anında var ki, deyirlər, xanımı tək götürdü, qucağında qoydu qəbrə. O qədər xəstə idi, xəstə yatdı. Arıqlamışdı xanım Zəhra salamullah əleyha, bir şey qalmamışdı bədənində. Deyir, Həzrət Əli əleyhissalam tək o xanımı qəbrə qoydu və dedi, ey Allahın Peyğəmbəri, mənə verdiyin əmanəti indi gətirdim, sənə çatdırdım. Mən əvvəlki gecələrin birində demişdim bunu. Həzrət Əli əleyhissalamın izdivac gecəsi Peyğəmbər salavatullah xanım Zəhranın əlin qoydu Həzrət Əlinin əlinin üstünə, içərisinə. Dedi ki, qızımı sənə əmanət edirəm və sizi də Allaha tapşırıram, Allaha əmanət edirəm. Həzrət Əli əleyhissalam bu cümləni əbəs yerə demədi. Dedi, ey Allahın Peyğəmbəri, qızın Zəhranı mənə verdiyin o əmanəti, dəyərli əmanəti sənə qaytardım.